Müəllimlərimizi tanıyaq və tanıdaq rubrikasının növbəti müsahibi Bakı Avrasiya Universitetində uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilinin dünyaya yayılmasında mühüm xidmətləri olan, eyni zamanda Azərbaycanca və türkcə çoxcilli lüğətlərin müəllifi və Azərbaycan ədəbiyyatının öyrənilməsində, xüsusilə də İzzətdin Həsənoğlu yaradıcılığının öyrənilməsi və mənimsənilməsində xüsusi xidmətləri olan filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Altaylıdır. Xoş gördük Seyfəddin müəllim. Çox sağ olun. Müasir dövrdə türk dillərinin, xüsusilə dialektlərin qorunması hansı təhlükələrlə üz-üzədir? Dialektlərimiz bilirsiniz ki, bizim kəndlərimizdə yaşayır. Şəhərdə yaşayanlarda o dialektlərin deyilə bilər ki, 70%-i itibdir. Çünki müasir çağımızda həm televiziya, radyonun o qədər mənfi təsiri olmasa da televiziyanın çoxdur və xüsusilə bu sosial media hər şeyi bərbad edib. Çünki o dialektlər aradan çıxır. Halbuki dialektlər bizim mifoloji çağlardan bəri süzülə-süzülə gələn dilimizin özəyidir, köküdür. Orada mifik ənənələrimiz, mifik anlayışımız, mifik tariximiz, onlarla bağlı sözlər yaşayır. Yəni biz o dialektləri yaşatmalıyıq. Ancaq bu çağımızda əlbəttə bunların yaşadılması çox çətindir. Bir yol qalır ki, biz dialektlərimizi kənd-kənd, məhəllə-məhəllə, küçə-küçə dolanıb yığaq və onları bizim lüğətlərimizə salaq. Çünki bu işi gördüyümüz zaman biz xarici dillərdən termin və ya dil qəbul etməyə, söz qəbul etməyə ehtiyac olmayacaqdır. Onlardan biz istifadə edərək müəyyən terminləri, məsələn, müasir dövrümüzdə yaranan nə olursa olsun, onlara bu dialektlərimizdən istifadə edərək ad qoya bilərik. Ona görə buna çox önəm verməliyik. Azərbaycanda sizə Azərbaycan dilinin Firuzabadisi deyilməsi necə hisslər doğurur və bu ad sizcə hansı mənanı ifadə edir? Firuzabadi bilirsiniz, lüğətşünasdır, fars dilinin lüğətçisidir. Yaşadığı çağda fars dili ilə bağlı 120 min sözü əhatə edən bir lüğət hazırlamaq istəyib, ancaq 60 min sözü bir araya gətirə bilib və həddən artıq böyük bir alimdir, atası da alimdir, özü də alimdir. Kamusul Muhit adlı bir lüğəti var. Önəmli bir əsərdir. Mənə Firuzabadi deyilməsi, yəni təbii insanın qürurunu oyadır da, qürur hissi keçirir insanda. Amma mən özümü o şəkildə qəbul etmirəm. Çünki bu dilin Firuzabadisi olmaq demək, güneyli, quzeyli, yəni bugünkü İran coğrafiyasında yaşayan türklərlə Azərbaycan coğrafiyasında yaşayan türklərin tamamının dilində nə varsa onu bir lüğət içərisinə daxil etmək məsələsi ortaya çıxır. Mən hələ onun yarısını əhatə edə bilmişəmmi bilmirəm. O 3 cildlik lüğətimdə 88.700 söz var idi. Ancaq indi onun ikincisi nəşr olacaq. Hal-hazırda bir 10.000 söz artıbdır. Və əlimdə güneydən gələn lüğətlər var, onların üstündə işləyirəm. Hər halda 100.000-i ötəcəkdir məncə. Ancaq onu tamam kəmal bir ərsəyə gətirə bilərəmsə, bir lüğət şəklinə sala bilərəmsə, onda öz işimi görmüş qəbul edəcəm. İndi özümü hələ yarımçıq lüğətçi hesab edirəm. Tam lüğətçi deyiləm. Təşəkkür edirik, vaxt ayırıb suallarımızı cavablandırdınız. Mən təşəkkür edirəm, çox sağ olun. Sağ olun.